Salam dostlar, Ayvazoğlu TV efirdədir. Sizinlə mən Şahəddin İlxan Mailoğlu. Bəli dostlar, günlər keçir. Biz hər gün bir addımda böyüyürük, qocalırıq, gəncləşirik. Yəni hərə öz yaşına uyğun olaraq və hamımızın da başımıza gələn eynidir, inanın mənə. Və biz bu biabırçılıqdan canımızı necə qutaracağıq düşünməkdəyik. Yəni artıq demək olar ki, millətin 90% bilir ki, böyük bir paza keçib və bu pazdan yaxı qutarmaq anlayırlar ki, çətin olacaq, amma olmalıdır, dəxli yoxdur. Və bugünkü söhbətimiz dostlar, mən uzaq getmədən istəyirəm sizlə, deməli bu bizim bir dostumuz var idi, Ağdərəli Paşa, sizin yadınızdadırsa. Hər gün demək olar ki, Ayvazoğlu'nun efi zamanı gələrdi. Yəni birinci salam yazanlardan biri həm də həmin o Ağdərəli Paşa idi və hər dəfə də yəni bu Ağdərə ilə ümumiyyətlə Qarabağla bağlı problemlərdən danışırdı və bir gün də bizə zəng elədi, efirə çıxdı, danışdı və mən indi o danışığı çıxartmışam, verəcəm, qulaq assın, sonra söhbətimizi davam etdirərik. Erməni qaçqınlara bu qədər düşmənçilik eləməyib. Erməni bizim kətləri dördülər, vurdu, dağıtdı. Bunlar 6 ildir cəmaatı süründürürlər. İnanırsınız 5-10 dəqiqə gedək-güdək yığırlar o qaçqın qomağı, o evləri paylayana, nə bilim o qayıdışı həyata keçirənləri. Qardaş, başları qarşı bilmirlər, neynirlər, ancaq pulun var, sənin haqqın var, hüququn var. Evləri, erməninin evlərini, ən yaxşı evləri, o etap deyirlər, götürürlər. Etap satırlar, ən yaxşı evləri seçirlər, satırlar, hamısını nömrəliyirlər pulla. Bu nədir? Bu nə düşmənçilikdir? Bu açıq desin ki, düşmənçilik eləyirəm. Biz də balta dəyərək götürək, çıxaq, indi də bunlarla vuruşaq da. Belə naisafsızlıq olan, cəmaatı it unu kimi dağıdıblar, bizdə bir söz var idi. İt unu kimi dağıdıblar. Ağdərəni Kəlbəcəri Ağdəriyə, Laçını Ağdəriyə, nə bilim ora, bura. Aləmi qaçışdırırlar. 35 illət qaçqında bu qədər zülüm çəkməmişdi. Bunlar zülüm verir, pul verirsən səni dinləyirlər. Pul vermirsən səni vecin alay yoxdur. Bu qaçqın qonuma dəfələrlə getmişəm. Gedirəm də onun üstünə göndərib bu bunun. Deyirəm, bir nəfər tapılacaq, məni eşitsin. Eşitmirlər, adamın vecinə qalmırlar. Onun üstünə göndərib, bu bunun üstünə göndərir. Hamısı da başdan üzü istəmək xiyar, qrizadılar, hamısı xəstə. Bir nəfər normal oğlan tapırsan ki, dərdini deyəsən, fikrini deyəsən ki, ay bala, mənim ömrüm qutarır, mənim ömrüm qutarır, mən gedib kəndimi kəzəyimi bərpa eləmirsən, bu erməninin evindən birim ver, gedim yaşayayım, da mən bu qapılardan yıxışım, mən Rusiyadan çıxıb gəlmişəm bura. İndi də bax, 6 aydır, bax, 6 aydır bunların get gəl. Bugün sabah, bugün, o gün gel, bugün get. Da insanları təmiz canın boğazına yığıblar. Allah bunlara lənət eləsin. Bu it tayfa haradan gəlib yığışıb, hamısında ətrafı, Azərbaycanda ən nankör, dəyyüz, belə bir yetkədələr var, hamısı yığışıb İlhamın böyür başına. Yaxşı evləri imkanlara satırlar, onlar da alırlar, o Bakıda, Şəkidə, orada, burada evləri var, qaçqın olanda nə olar? Ve bunların ətrafında o yalı çənlərindəndir. Tulalar, alırlar evləri 1000 manata, 1500 manata şirkətlərə kiraya verib, özləri də öz keyflərində. Evsizlər, imkansızlar, hamısı bax, afişagalarda, nə bilim, çadırlarda, qəsəbələrdə, bax, çürüyürlər hamı. Bax, cəmaat nə? Bir iş görə bilir, nə? O indi qaldığı yerdə bir iş görə bilir, nə gedə bilir. Torfa heyvan saxlayır da hamısı çoxsu. Bax, olduğum qəsəbə var. Hamısı yan görə heyvanla dolanırlar. Nə ot ala bilirlər ki, kötürəcəm, bu il kötürəm, gələn il bax, zülüm çəkirlər, millətin barqını oynatırlar. Ki bunlar da alverdədir, açıq alveri gedir, qardaş. Pulunu ver, harada get, liboy yerdə, əlimi qoy, sənə yazsınlar, versinlər. Dəhşətdir, belə tayfa haradan gəlir. Bizim Azərbaycan millətində belə, qarası da belə olmaz, Allah hamd olsun. Bax bu çıxışdan sonra demək mən niyə
Yani ona göre narahat olmadım dostlar. Ben hardasa sizin yadınızdadır. Bir həftə ya 5 günə qədər belə mən efirə çıxmadım. Nəsə bir problemlə bağlı və sonradan başladıq. Yəni bizim ilk, yəni bu bizim Ayvazoğlu TV'nin çox yaxşı yadımdadır. Biz uzun ayrılıqdan sonra deməli 15-i sentyabrda biz deməli başladıq efirə çıxmağa. Təsəvvür eləyin, indi məlum olur ki, Ağdərəli Paşa yoxdur və Nizami bəyin məlumatından sonra və mən üzr istəyirəm, çox xahiş edirəm dostlardan da, yəni onun Ağdərəli cəmaatından da, əgər bizə qoşulan, bizə izləyən adamlar varsa, tanıyanlar, bilənlər varsa bir məlumat versinlər, görək bu hardadır. Əslində Ağdərəli Paşanın bu danışdıqları ki var dostlar. Yəni bugün bax bütün o həmən İlham Əliyev və onun bandasının törətdiyi cinayətlərin deyək ki, tam açıq, yəni İlham Əliyev quldurları yığıb Qaçqınkoma və tapşırığını da verib ki, sizin başlıca vəzifəniz nədir? Və bunlar da İlham Əliyevin dediyi həmən o yol xəritəsindən adını da qoyub böyük qayıdış. Yəni böyük qayıdış o demək və o insanları da ki, hansı ki, kimi hara gəldi, onu oraya deyək ki, göndərir, deyir ki, gəlsən, məsələn, deyək ki, Laçındansan get Ağdərədə, Ağdərədənsən get filan yerə filan. Yəni içdə qarşı durma yaradır ki, insanlar ora getməkdə maraqlı olmasınlar. Və bu da öz deyək ki, demək ki, nəticəsini verib. Baxın, Səidə Bəkir qızının deyək ki, paylaşdığı videolar var. Qarabağın istənilən nöqtəsində və yaxud da o çiçək dediyimiz Gəraylının, yəni Ağdərədə, Laçında, Kəlbəcərdə, yəni Qarabağın müxtəlif yerlərində özü də tiktokerdir, reklamla filanla pul qazanır kişinin qızı, əcəb deyir. Amma məsələ burasındadır ki, yəni o adamlar hansı ki bu Ağdərəli Paşa deyir ki, yəni alırlar evi, imkanı olanlar gəlir, pulunu verir, evi alır, 1000 manata, 1500 manata kiraya verir, çıxır gedir. Xarici. Məsələ burası. Həmən o dediyim, baxın, həmən o bugün deyək ki, o Qarabağda yerləşən İlham Əliyevdə niyə bunu əslində belə edir? Yavaş-yavaş bütün paxırlar açılır, yəni nə eləmək, istəmək məsələsi. Baxın, mən şəxsən bu qənaətə gəldim ki, belə fikirləşməyə başladım ki, deməli, Qarabağda baş verən hadisələr bugün Rusların bizim üçün deyək ki, düzüb qoşduğu, məsələn, bütün o işlərin davamıdır. Yadınıza salın, bugün əgər erməni dövləti, hansı ki, Ruslar onları yaratmışdılar ki, bizim içimizdə, yəni Türk dövlətlərinin ortasında bunu yaratmışdılar ki, istənilən vaxtı, istənilən yerdə deyək ki, qarşılıq salıb öz siyasətlərini yeridə bilsinlər. Yəni, parçala hökümsüz siyasəti, məsələn, Türklərlə və başqa-başqa ölkələr bizim deyək ki, birləşə bilməməyimiz üçün. Yəni, yadınızda Sovetlərin vaxtında elə bağlamışdılar ki, az qala Naxçıvana gedə bilmirdik. Və bugün həmən o Zəngəzur dəhlizinin açılması da təsəvvür edin. Və bugün Qarabağda gedən bu siyasət bunu verməyə, yəni bu əsası bizə verməyə sübut edir ki, deməli, İlham Əliyevə tapşırılır ki, Dağlıq Qarabağ, ümumiyyətlə Qarabağ zonasında əgər erməni dövləti bugün artıq deyək ki, Ruslardan ayrılıb və üzünü Amerikaya, Avropaya tutursa, deməli, ona qarşı burada mütləq Kürt dövləti yaratmaq lazımdır. Və mən çox yaxşı yadımdadır dostlar. 87-ci ildə, 87-88-ci ildə mən Leninqradda, Sankt-Peterburqda həmən bu deyək ki, Laçın, Qubadlı, Kəlbəcər zonasında Qırmızı Kürdistan adında Həsən Əliyev, Kürt professoru Həsən Əliyevin bir məqaləsini oxumuşdu. Həmən bu Heydər Əliyevin ögey qardaş. Və onlar həmən bu Qırmızı Kürdistan adı da belə gedirdi, Krasni Kürdistan təsəvvür edin. Və mən indi bugün sadəcə olaraq fikirləşirəm ki, baxın, biz yoxlamalıyıq o adamları. O adamlar ki, məsələn, bugün İlham Əliyev bandası gətirib
Dağlıq Qarabağda, ümumiyyətlə Qarabağda həmən o deyək ki, obyektləri tikib, birinci onları yerləşdirib, deyək ki, o restoranlar, deyək ki, fermer təsərrüfatları filanları yaranıb. Onların hamısına baxmaq lazımdır ki, onlar ümumiyyətlə kimlərdir? Və İlham Əliyev bu gün Qarabağ əhlinin oradan didərgin salınması və bu günlərdə bilmirəm siz eşitdiniz ya yox, İlham Əliyev Naxçıvanda həmən Dağlıq Qarabağda ümumiyyətlə Qarabağın idarə olunması məsələsini, yəni Qarabağ usul idarəsinin Naxçıvana da ondan sonra bütün Azərbaycana tətbiq edilməsi ilə bağlı bir söhbət eləmişdi. Bilmirəm sizin yadınızdadır ya yox. Və məsələ sadəcə olaraq bizi bu cür düşünməyə vadar eləyir. Və evləri də təsəvvür edin, onlara, o adamlara verirlər. Azərbaycanlı Qarabağlılar isə, məsələn, deyək ki, onlara təklif olunan evlər, baxın dostlar, məsələ burasındadır ki, indi mən o evi sizə göstərəcəm. Yəni, əlləri hər yerdən çıxılmaz vəziyyətdə qalıb evdə verəndə, baxın, görün, necə ev verir, baxın. Xocalı rayon Xanyurdu kəndidir bura. Evin divarı bu cür qəzalı vəziyyətdədir. Harada müraciət edib, eləmişik baxmırlar. Nə tikinti şirkəti, nə başqa nümayəndəlik. Heç kim baxmır. Damın qıraqları belə açıqdır. Buna kommunal çatdırmaq olmaz. Prezidentimiz bu işlərə qədər insanları razı salacaq qədər vəsait ayırır. Sadəcə tikinti şirkətlərinin yardımçı fəaliyyətidir. Gedib də deyirsən, adamla minnətlə danışırlar. Elə bil dədələrinin cibinin pulundan gəlib cəmaata burada iş görürlər. Ümumiyyətlə, dostlar, mən sizə bir söz deyim. Yəni, bu təsəvvür edin ki, yəni köhnədən qalma belə çıxır ki, deyək ki, bu ev, deyək ki, ermənidən qalma evdir. Bax, görürsünüz, özülü, xımı filanı hamısı dağılmış, bərbad bir şəkildədir. Bu evləri də bunlara demək olar ki, kodla verirlər. Məsələn, deyək, Ağdərəli Paşa getdi, ona bir kodla bu ev verirlər. Bu da gəldi, gördü ki, bu biabırsı vəziyyətdədir. Hara geçsin? Şikayət eləməyə yer yox, gedirsən, qəbul eləmir. Və söhbət bundan gedir. Və o evlər ki, hansı ki, yaxşı Səidə Bəkir qızının reklamında göstərirlər. Bir mərtəbəli, iki mərtəbəli, gözəl şəkildə tikilmiş, deyək ki, eyvanı, filanı, balkonu zadı olan evlərə baxırsan, həmən o evlərdə bəs bizim Ağdərəli Paşanın dediyi evlər. Və təbii məsələdir. Bəs bu çıxışdan sonra da burada fakt həmən o gədələrin, yəni qaçqın konuda da ümumiyyətlə deyək ki, ümumiyyətlə bu prezident aparatında, Dağlıq Qarabağda deyək ki, İlham Əliyevin deyək ki, nümayəndəsi, prezidentin xüsusi nümayəndələri falan da hamısı seçmə adamlardır və hamısı İlham Əliyev siyasətini həyata keçirir. Təsəvvür edin, baxın, evin qırışasına baxın, dostlar. Baxın, bu belə ev qırışası mən birinci dəfədir görürəm. Təsəvvür edin, evin hörgüsündən 1 metr yuxarıdan, məsələn, deyək ki, yağış yağanda, külək əsəndə onun altından vurub, onu qaldıra da bilər, məsələn. Yəni, o nöqteyi nəzərdən bugün Dağlıq Qarabağ, ümumiyyətlə Qarabağ siyasəti İlham Əliyevin bax budur. Millətləri, insanları Qarabağdan diksindirmək və həmən o öz qohum əqrabalarını gətirib Türkiyədən, deyək ki, İrandan, o andan, bu andan, deyək ki, o Abdullah gözəldir, nədir, təsəvvür edin, Kürt qədəsi şeydən, Türkiyədən gətirib Azərsuna rəhbərlik edir. Deyəsən, bu yaxınlarda dedilər, o öldü, yoxsa dəyişdi, nəsə dəyişdilər, bilmirəm, yəni eşitməmişim bu barədə. Təsəvvür edin, Azərbaycanın milləti məhv eləmək üçün İlhamın və onun ətrafında olan adamların tutduğu proqram layiqincə deyək ki, davam etdirilir və yerinə yetirilir.